Buraxılış imtahanındakı 3-cü kiçik mətn və onunla bağlı doğru cavabı tapmalıyıq. Hello everyone, hər kəsə salam. There will be a school trip to the museum on Thursday. Yəni cümə axşamı muzeyə məktəb səyahəti olacaq. Please don't forget to bring your student ID with you to take the advantage of special offers. Gördüyünüz kimi special sözü mətnlərin çoxuna düşüb. Yəni zəhmət olmasa öz şəxsiyyət vəsiqənizi, ID, şəxsiyyət vəsiqənizi özünüzlə götürməyi unutmayın ki, xüsusi təkliflərdən yararlanasınız. Take the advantage, yararlanmaq, xeyir götürmək. Xüsusi təkliflərdən yararlanasınız deyə özünüzlə götürün. Come and meet in front of the school before 9 a.m. Yəni səhər saat 9-dan əvvəl məktəbin qarşısına gəlin və görüşün. Görək bu mətnə uyğun düzgün cavab hansı bənddə verilib. Students will meet at the back of the school. Yəni tələbələr və ya şagirdlər məktəbin arxasında görüşəcəklər. Xeyr, in front of the school, yəni məktəbin qarşısında. B variantında the school is open for the school trip at the weekend. Yəni muzey həftə sonu məktəblilər üçün, məktəb üçün açıqdır. Həftə sonu yox. Burada bizdə nə qeyd olunmuşdu? On Thursday, yəni cümə axşamı. Bu da yanlış cavab oldu. C variantına baxaq. Students must bring their IDs to get special offers. Yəni tələbələr və ya şagirdlər xüsusi təkliflər əldə etsinlər deyə şəxsiyyət vəsiqələrini gətirməlidirlər. Doğru cavab məhz budur. Doğrudan da biz oxuduq ki, şəxsiyyət vəsiqəsini gətirmək tələb olunur. Unutmamalıdırlar onlar. Düzgün cavab C idi, amma digər bəndlərə də baxaq. The meeting place for the museum trip is the school gym. Yəni muzeyə getmək üçün görüş yeri məktəbin idman zalıdır. Xeyr, məktəbin qarşısı, in front of the school. Və sonuncu variant, it's planned to meet students after 9 a.m. After yox, before 9 a.m. Yəni şagirdlərin saat 9-dan sonra görüşməyi planlaşdırılır. 9-dan sonra yox, 9-dan öncə, səhər saat 9-dan öncə.